Salam aziz uşaqlar. Bugün qədim dövr Azərbaycan ədəbiyyatı haqqında məlumat verəcəyik sizə. Deməli uşaqlar, qədim dövr Azərbaycan ədəbiyyatı ən qədim zamanlardan 13-cü əsrə qədər davam etmişdir. Bu Azərbaycan ədəbiyyatı yazılarsın ki, bu vaxtlar ümumi türk ədəbiyyatının tərkib hissəsində yaranmışdır. Yazılarsın ki, qədim türklərin neçə minlər ərzində yaratdığı orta ədəbiyyat ən qədim zamanlardan İslam dininin qəbuluna qədər olan zamanı əhatə eləyib. Qədim türk düşüncələrini bizə ilk tanıtan yazılarsın ki, uşaqlar, qədim Çin qaynaqları olmuşdur. Çin qaynaqları yazılarsın ki, eradan əvvəl 2-ci əsrə qədər olan şeir parçalardır. İdeyası və məzmununa görə bugünkü türkü düşündürür, onda həzin ovqatın yaranmasına səbəb olur. Sonra, davam edir uşaqlar. Bu dövrün, yəni həmin dövrü ki, İslama qədər olan ki, dövrü haqqında danışırıq. Həmin dövrün abidələrindən biri, türklərin ilk yazılı abidələrindən biri sayılan Orxon Yensay abidələrdir. Türklər haqqında növbəti məlumat yazılarsın ki, ondan 1000 il sonra, yəni 7-ci əsr məhsulu olan Orxon Yensay qaynaqlarından alırıq. İlk yazılı ədəbi tarixi abidədir yazılarsın. Türklərin öz əlifbasında yazılmışdır və yazısında oxunur. Çin qaynaqlarında ifadə olunmuş hiss və düşüncə eyni ilə bu əsərdə nə etmişdir? Özünün əksini tapmışdır. Qədim türk eposları, yəni dastanları yazılarsan, ortaq türk ədəbiyyatının əsasında tanrıçılıq dünya görüşünü əks etdirən qədim türk eposu dayanır. Yəni bütün türk eposunda həmin ki, Çin qaynaqlarından bizə gəlib satmışdır. Hamısının əsasında əsas məsələ tanrıçılıq idi. Bu eposlarda ulu babalarımızın təfəkkürü, dünya görüşü, məişəti, inancları öz əksini tapmışdır. Qədim türk dastanlarına dünyanın yaranması və ya yaradılış dastanı deyə bilərik. Alper Tonqa, türklərin yaradılışı, Oğuz Xaqan, Ergenekon və Köç dastanları aiddir. Bugün sizə danışacağıq uşaqlar yaradılış dastanı. Yazılarsın yaradılış dastanı türklərin necə yaranması haqqında fikirləri əks etdirir. Burada əsas obrazımız Qaraxandır. Türkləri yazılarsın ki, Qaraxan idarə edir. Dünya onun iradəsinə tabidir. Dünyada mövcud olan bədxahlığın və xeyirxahlığın üstələməsinə imkan vermir. Şərin dünyanın ələ keçirilməsinin qarşısını alır, yəni imkan vermir ki, şər dünyanı ələ keçirsin. Göyün 7-ci qatında oturur. Tanrı türklərin yaşadığı torpağın da cəmiyyətində taleyini müəyyənləşdirir. Yəni, yaradılış dastanı haqqında verəcəklərimiz, məlumatlarımız bu qədərdir. Sonra keçirik Avestaya. Avesta yazılarsın ki, İslamdan öncə indi də bəzi bizim adətlərimiz elə Avesta ilə bağlıdır. Yəni, hansılar ki, odla bağlı olanlar var. Çərşənbədə odun üstündən atlanırsa, o Avesta ilə bağlıdır. Yəni, İslam dinindən əvvəl Avesta var idi. Avestada Zərdüş Peyğəmbər yaratmışdı və odun üzərində qurulmuşdu. Nəm, qəbr üstünə gedəndə şam yandırırlar. O da yazılarsın ki, İslamdan yox, ateşpərəstlik ilə bağlıdır. Odla olan hər bir şey onunla bağlıdır. Yazılarsın ki, İslamdan öncə Azərbaycanda yaradılmış yazılı abidənin mükəmməl nümunəsidir. Təkcə xalqımızın deyil, ön və Orta Asiyada, hətta Hindistanda belə bilirsiniz ki, buna inananlar vardır. Gəlirlər atəşgahı ziyarət edirlər. Bu yazılarsın ki, bu xalqların ortaq fəlsəfə abidəsi sayılır. Azərbaycan ərazisində tayfa birləşmələri üçün əsrlər boyu müqəddəs kitab olmuşdur. Atəşpərəstliyin dini kitabıdır. Müəllifi Zərduş Peyğəmbərdir. Necə ki, kitabı pedaqogda hissələr, boylar adlanmırdı. Burada isə həmin hissələr qatlar adlanır yazılarsın. Qatlarda nələr əks olunmuş uşaqlar? İlk insanın yaranması, insanla təbiət arasında mübarizə, müharibə və qələbə məğlubiyyətin doğurduğu insanlardakı ki, hisslər. Bundan başqa yazılarsın uşaqlar. Hürmüz və Ahıramaz da burada Xeyrallahı kimi gedir. Bütün yaxşılıqlarını, işığının sağlamlığı, odun, həyatın yaratıcısı Ahıramazdadır. Əhrimən Aqramaniyo, bu Şərallahı yazılarsın. Bütün pisliklərin, yalan, zülmət, ölüm və xəstəliklərin yaratıcısıdır. Onların, yəni Şərallahı ilə Xeyrallahının mübarizəsində işıq qaranlığa, xeyir şərə həmişə qalib gəlir yazılarsın. Avestada insanlar xeyirxah əməllərə, bolluğun əsas sayılan əkinçiliyə, maldarlığa çağırış əks olunur. O da yazılarsın ki, bu əsərə görə müqəddəs sayılırdı. Növbəti əsərimiz Kitab-ı Qorquddur. Kitab-ı Qorqud Azərbaycan türklərinin qədim qəhrəmanlıq salnaması, Oğuz türklərinin mədəni abidəsi hesab olunur. Söz sənətimizin ilk mükəmməl əbədi bədii hadisəsidir. Kitab-ı Qorqud İslamdan əvvəl Oğuznamələr silsiləsinə aiddir yazılarsın. Eposun yaranma tarixi və nə vaxt yazı köçürülməsi haqqında heç bir məlumat mövcud deyil. Daha doğrusu məlumatın nə vaxt olması dəqiq deyil.
Bu əsərdə qədim dövrlərdə ədəbiyyatımızın ana dilində inkişafını göstərir. Bu abdə dilimizin, tariximizin, xalqımızın mənəviyyatının öyrənmək üçün dəyərli mənbədir. Yəni İslamdan əvvəlki türklərin yaşayışı. Deməli 7-ci əsrə qədər uşaqlar bu abidələr davam elədi. Çin qaynaqlarından ortaq türklərin belə deyək, yaradıcılıq məhsulu olan dastanlar yarandı. 7-ci əsrdə bilirsiniz ki, İslam dini yarandı. İslam dini ərəblər başladılar. Yaxın Şərq, Orta Şərq, ümumiyyətlə Azərbaycan daxil olmaqla bəzi bölgələri işğal eləmək. Təbii ki, işğal eləyəndən sonra artıq burada nə yarandı? Ərəb dilli ədəbiyyat yarandı. 7-ci əsrin ortalarında ərəblərin istilasına məruz qalan yerlərdə İslam dini yayılmağa başladı. Qədim və zəngin türk mədəniyyəti ərəb və İslam mədəniyyəti ilə birlikdə inkişaf etdi. Testlərə düşür uşaqlar. Yazır ki, İslam dinindən sonra, ərəb xilafatı bulan alandan sonra ancaq belə deyək də, ərəb-İslam mədəniyyəti inkişaf edirdi. Xeyr, səhv cavabdır. Paralel inkişaf edib. Bu dövrdə uşaqlar müxtəlif ölkələrdə yaşayan yazıcılar və ərəb dilində yazan sənətkarlarımız var. Əbuləbbas Əlamma, Musa Şahavat və İsmail ibn Yasir. Aydın oldu mu? Bunlar yazılarsın ki, türk sənətkarları olurlar, müxtəlif ölkələrdə yazıblar, amma yazdığı qalsın ki, ərəb dilində yazsalar da, yazdıqları mövzu, məzmun, yaradıcılıq hamısı türk yaradıcılığıdır. Bu sənətkarlar doğma yurdlarına bəstəlikləri məhəbbət birləşdirir. Hansı mövzulara toxunurlar yazılarında? Vətənpərvərlik, doğma yurda bağlılıq, ədalət və zülm qarşı durması, ictimai mühitdəki yaramazlıqlara etiraz, yenilik axtarışları, səmimiyi, lirizmi ilə seçilən təbiət əsərlərdə yazmışlar. Bunların yaradıcılıqları mövzu və məzmun baxımından müxtəlif olub. Demək olar ki, bütün mövzulara öz yaradıcılığına toxunmuşlar. Bu 3 dənə şairimiz yazdırsın, ərəb dilində yazan türk nələrdə şairlərdir. Aydın oldu mu? Davam edir uşaqlar. Ondan sonra yazdırsın ki, bilirsiniz ki, tarixdən də ərəblər müəyyən bir dövrə qədər inkişaf elədilər. 11-ci əsrin ortalarından artıq ərəblər zəifləməyə başladı, ərəb xilafatı. Yazdırsın ki, bunun da təsiri Azərbaycan ədəbiyyatında öz əksini tapdı. Yazdırsın ki, uşaqlar, biz bayaqlar dedik ki, bizim qədim dövr Azərbaycan ədəbiyyatı 7-ci əsrdən 13-cü əsrə qədərdir. Ən qədim zamanlardan 13-cü əsrə qədərdir. Belə dedikdə düzdürmü? Burada qarışdırmayasınız uşaqlar. 11-ci əsrə qədər olan ədəbiyyat qədim dövr gedir. 11-ci əsrdən sonraki isə gedir intibah dövrü. Aydın oldu mu? Qabaq hamısı bir yerdə edirdi. 13-cü əsrə qədər hamısını adlandırırdı ilə qədim dövr Azərbaycan ədəbiyyatı. Amma ehtiyatlı olasınız. Qədim dövr davam elədi 11-ci əsrə qədər. 11-ci əsrdən sonra yaranan ədəbiyyat nədir? İntibah dövrüdür. Yadda qalar mı? Azərbaycanda 11-ci əsrin ortalarından başlayaraq fars dili geniş yayılmağa başladı. Yazdırsın. Bu dövrdə ədəbiyyat əsasən saraylarda inkişaf edirdi. Saraylarda inkişaf etdiyi üçün saray ədəbiyyatı adlanırdı. Daha çox qəsidə janrında əsərlər yazılırdı. Qəsidənin də tərkibində bilirdik nə var uşaqlar? Minacat var, nət var, məthiyə var, fəxriyyə var və s. Yazdırsın. Dini mövzularda əsərlərin yazılmasına xüsusi diqqət yetirilirdi. Əsərlərini farsça yazsalar da, indi bu dövrdən başladılar fars dilini yazmağa. Əsərlərini fars dilində yazsalar da, təbliğ etdikləri ideya yazdırsın ki, Türk-Azərbaycan məfkurəsi və dünya görüşünü əks etdirən əsərlər yazılırdı. Dil olaraq nə idi? Fars dili, amma məzmundur, ideyadır. Bunlar nə idi? Uşaqlar yazdırsın ki, Türk ideyası idi. Bu dövrün yazdırsın, sənətkarlarının müraciət etdiyi mövzular nə idi? Məhəbbətin və təbiətin tərənnümü, dərin fəlsəfi düşüncələrin ifadəsi, ictimai siyasi problemlər və humanist ideyalar. Baxın uşaqlar, bu dövrdə fars dilində yazan sənətkarlarımız var idi. Qətran Təbrizi, Əbdüllah Gəncəvi, Fəlak Şirvani, Mücəddin Beyləqani, Məsəti Gəncəvi və Əfsələddin Xaqani. Başlayacaq uşaqlar Qətran Təbrizi haqqında danışmaya. Qətran Təbrizi yazdırsın ki, 11-ci əsrin saray ədəbiyyatının görkəmli nümayəndəsi olub. Yalnız uşaqlar fars dilində yazıb yaradıb. 2 dənə şəhərdə yazıb yaratmışdı. Bir Gəncədə, Şəddadilərdə, ikinci Təbrizdə Rəvadilər sarayında yazıb yaratmışdı. Yaradıcılığına nə aiddir uşaqlar? Yaradıcılığına divana aiddir. Divan bilirik də nədir uşaqlar? Müxtəlif məzmunda olan lirik şeylərin toplandığı kitabdır. Və Ət-Təfəsir adlı lüğətdən ibarətdir yazdırsın. Yaradıcılığında mətiyyələrə, məhəbbət, insan taleyi, təbiətin tərənnümü, saraylardan narazılıq kimi mövzulara toxunub. Təbrizdə baş vermiş yazılara aiddir ki, mənzuməsi o yazdırsın. Ədəbiyyatımızda ilk divanın müəllifi Qətran Təbrizidir. Sonra uşaqlar keçirik Məsəti Gəncəvi. Məsəti Gəncəvi
12-ci əsr saray ədəbiyyat nümayəndəsidir. Əsrlərə diqqət edirsiniz uşaqlar. 11-ci əsrlərə şairlər 12-ci əsr və 13-cü əsr ayrı-ayrıdır. 12-ci əsrin saray ədəbiyyat nümayəndəsidir. Dövrümüzə qədər qəsidələr və rübailəri gəlib çatmışdır. Rübai ustadı kimi tanınmışdır. Çünki yazılığında rübailərə daha çox üstünlük vermişdir. İctimai fəlsəfi məzmunlu rübailərə məşhurlaşıb. Rübailərində insanın taleyi, həyatı, sevinci, kədəri, məhəbbəti və ictimai fəlsəfi motivlər öz əksini tapmışdır. Şeirlərindəki lirik qəhrəman dərin məhəbbətlə sevən, istirab çəkən, gözəlliyi dəyərləndirən aşiqdir. Yəni bunun aşiqi müəyyən xüsusiyyətlərinə görə fərqlənir. Rübailərində peşə sənət adamlarının əməkçi insana qarşı rəğbəti əks olunmuşdur. Yəni həmin dövrdə belə deyək də, qədim dövr Azərbaycan ədəbiyyatı rübailərlə məşhur olan şəxs kimi oldu uşaqlar? Məsəti Gəncəvi oldu. Sonra keçirik Əfsələddin Xaqaniyə. Əfsələddin Xaqani yazarın saray ədəbiyyatının nümayəndəsidir. Farsça yazdığı divan, yaradıcılığı Farsça yazdığı divan, Töhfət-ül İraqeyn poeması və Mədani Xarabələr qəstəsi ibarətdir. Bəli, Azərbaycan ədəbiyyatının ilk nə yazdı uşaqlar? İlk dəfə hansı sözü işlətdi? Bayaq divan sözünü işlətmişdi və indi də nə işlətdi uşaqlar? Töhfət-ül İraqeyn poeması. Yadda qalarmı? Neçənci əsrdə özünü göstərdi? 12-ci əsrdə. İlk poema neçənci əsr oldu? 12-ci əsr. Adı nə oldu? Töhfət-ül İraqeyn. Müəllifi kim oldu? Əfsələddin Xaqani deyərdə testlərə düşür. Xaqani Şirvan olaraq da, yəni eyni adamdır. Yazılsın ki, Töhfət-ül İraqeyn məsnəvisində, yəni poemasında şairin həyatı, uşaqlıq illəri, təhsili, dostları ilə bağlı xatirələr öz əksini tapmışdır. Nəzərinizə çatdırım ki, uşaqlar, allegorik poema, yəni avtobiyografik poemadır. Avtobiyografik poema öz həyatı haqqında məlumat verəlir. Yazılsın ki, üsyankar şair xaraktercə üsyankar olub, öncə saraylarda yaşadı, sonradan saraydan, hökümdarlardan üz çevirmiş, xalqına sadə və məhəbbət bəsləmişdir. Belə bir şeiri var. İstəmirəm adımı çağırırlar Xaqani, mən yoxsullar şairi, xəlqaniyəm xəlqani. Mədəni Xarabələr qəsəbəsində şair Sasanların paytaxtı olmuş mədəni xarabalıqlarını təsvir etməklə dövrünün şairlərine ibrət vermişdir. Diqqətli olasınız uşaqlar. 2 dənə əsas. Keçirik Gənclərə nəsihət poemasına. Gənclərə nəsihət poeması yazdırılsın ki, ixtisarla verilib sizin kitabınızda. Fitnə törətməyi fitnəkar cavan, fitnə veriləri dərdləri salan. Cana məlhəmsə də vəfa etibar, fitnəkarlıq qədər onu talimar. Hilə uğurluqdur, yoxsa xoşsa əvvəli, oğlunun axırda kəsilər əli. Vəfa küçəsində ev tut yəqin bil, vəfa mənzildir, ən yaxşı mənzil. Bugün yoxdursa da kimsə də vəfa, vəsiyyət edirəm olma bir vəfa. Çalış az dostluq etsən də əgər, dostluqda möhkəm ol, sözdə möhtəbər. Dostluq olanları alma yanına, yoxsa gözün ağlar sənin halına. Dostun haqlı vursa birini zinhar, demək ki, layiqdir çıxma havadar. O qırsa bir budağı dost istənərək, o cənnət ağacı olsa da əl çək. Dostun əkdiyi gül olsa tikən, çıxarıb yerindən onu atmasan. Dost müttəhim etsə, kimi etsə rədd, qardaşın olsa da önünə çək sədd. Bir kiçik adama nəvaziş etsən, sənin böyüklüyün getməz əlindən. Razılıq etsə də təriflərindən, nahilin başına havalanmasan. Sən öydükcə onu o lovğalanar, özünü yoldaş yox, əmoğlun sanar. Daha boyun qoymaz işə xidmətə, lovğalar yabancı olur hörmətə. Boyun böyüklüyü deyildir gərək, hümmətdə böyükdür hər xırda ürək. Dünyada aqil tək bir ustad varmı, o bir qul yanında şagird olarmı? Sənətdə tək olan bu Xaqanidən gəl incə mənalı fikir eşitsən. Qorun pis adamdan anla ki onlar, əqrəb tək kör olar, İran tək lal kar. Uşaqlar yazılsın ki, əsərdə sonuncu beyt deyir, sonuncudan bir dənə əvvəlki beytdə müəllif öz adını neyləmişdir? Çəkmişdir. Əsər lirik növdə, əruz vəznində, məsnəvi formasında və farsça yazılsın uşaqlar. Şeir vahidi beytdir. Şeir şəkli isə uşaqlar yazılar üçün gördük ki, ikilidir. Əxlaqi tərbiyə mövzuda yazılıb. Bədii sualdan istifadə olunub əsərdə. Gəncləri hilə, oğurluq, fitnə, nifaq kimi əməllərdən uzaq olmağa çağırır. Vəfa, dostluq, etibar, sədaqət kimi keyfiyyətləri yiyələnməyə çağırır. Dostluğun etdiklərinə haqq qazandırır yazdırsın. İnsanları boyun böyüklüyünə görə yox, ürəkli olmağa görə qiymət verilməsini lazımlı sayır.
uşaqlarda nəzakətli davranmağı, vəfalı olmağı, ağıllı olmağı gənclərə məsləhət bilir. Nadanın tərifinə aldanmamaq tövsiyə olunur. Son beytdən bir beyt əvvəl öz adını çəkir, özünə müraciət etmir. Bu qədər dərsimiz. Çox sağ olun inşallah.